Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Biz tövhid mövzusunda qeyd etdik ki Allah Teala təkdir və bu təklik üç anlamda başa düşülünə bilər. Zatda tövhid, sifətdə tövhid və feildə tövhid. Zatda tövhid haqqında biz söhbət edirdik və qeyd etdik ki, zatda tövhid, yəni Allah birdir, şəriki yoxdur və ikinci anlamda da, ikinci mənada da, məna yox, ikinci əsas bir hissəsi də bundan ibarətdir ki, Allah bəsitdir və mürəkkəb deyil. Bu iki məna haqqında biz dəlillər və sübutlarla məsələni isbat etdik, sübut etdik. Quran ayələrindən də nümunələri qeyd etdik. Amma yeni bugünkü mövzumuz Allahın sifətdə tövhid mövzusudur. Və sifətdə tövhid mövzusu da tövhid məsələsinin ən önəmli və ən əsas və təməl üsullarından və əqidələrindən hesab olunur. Bu haqda ümumiyyətlə biz sifətdə tövhid məsələsi haqqında nə kimi məsələlərə işarə edəcək, onu istərdim sizin hüzurunuza qeyd edim və bu sahədə, bu çərçivədə biz hansı məsələlərə toxunacağıq. Sifətdə tövhid dedikdə ilk öncə biz sifətlər haqqında bəhs etməliyik və sonra sonda sifətdə tövhid anlayışını qeyd etməliyik ki, ümumiyyətlə sifətdə tövhid dedikdə nəyi başa düşürük? Yəni bir var sifət mövzusu, ümumiyyətlə Allahın sifətləri haqqında söhbət və bir də var ki, bu sifətlər vahiddir, təkdir və bu tək vahid və tək olması nə kimi anlayışda, nə kimi mənası var. Bu səbəbdən biz giriş olaraq mən istərdim ki, dərsi izləyənlərin hüzuruna, yəni çatdırım ki, bu məsələlər haqqında biz söhbət edəcəyik. İlk öncə Allahın sifətləri bəhsinin əhəmiyyəti haqqında bəhs edəcəyik. Ümumiyyətlə, Allahın sifətləri nə kimi əhəmiyyətə malikdir? Bu haqda söhbət etmək əhəmiyyətlidir ya əhəmiyyətli deyil? Bu əsas bir məsələdir ki, ümumiyyətlə, yəni görəsən tarixdə bu məsələlər haqqında fikirləşənlər olub, yoxsa elə də bir önəm və əsas daşımır. Allahın sifətlərinin əhəmiyyəti haqqında bəhs edəcək. İkinci, sifətlərin qismləri. Allahın sifətləri dedikdə biz nə düşünürük və neçə hissədən ibarətdir bu sifətlər? Bu haqda orada biz Allahın sifətlərinin qismləri mövzusunda zati sifətlər, feili sifətlər, səlbi sifətlər, sübuti sifətlər və bu sifətlər haqqında söhbət edəcək və ən əsaslı sifətlərə işarə edəcək. Və həmçinin üçüncü məsələ Allahın sifətlərini tanımağın mümkünlüyü və ümumiyyətlə, yəni biz Allahın sifətləri haqqında düşünə bilərik, yoxsa yox? Bu da əsaslı bir məsələlərdən biridir və həmçinin sifətləri tanımağın yolu, biz necə Allahın sifətlərini tanıya bilərik, necə təfəkkür, fikirləşə bilərik. Görürsən, Allahın sifətləri insan sifətləri ilə eynidir. Yəni, biz sifət dedikdə, tövsif dedikdə, biz Allahı insanlar kimi tövsif edə bilərik, yoxsa yox? Bu da bir mövzudur ki, biz bu haqda söhbət edəcəyik və sonda sifətdə tövhidi qeyd edəcək ki, yaxşı, bu ümumiyyətlə giriş olaraq, yəni haradasa sifətdə tövhidə bu dörd məsələ bir tərəfdən hansısa bir sahədən giriş kimi sayılır. Yəni bu dörd məsələni qeyd etdikdən sonra sonda sifətdə tövhid məsələsinin həqiqətini inşallah bəhs edəcək ki, sifətdə tövhid nə deməkdir? İlk öncə biz Allahın sifətləri bəhsinin əhəmiyyəti haqqında söhbət edirik. Allahın sifətləri bəhsinin əhəmiyyətində iki əsas məsələ mövcuddur. Onlardan biri Allahın sifətləri vasitəli elmin idrak obyektidir. Bu məsələdir. Bir də tarixdə ümumiyyətlə bu məsələlər
vurğulanıb, nə kimi vurğular, nə kimi təkidlər bu məsələ üzərində qeyd olunub. İlk öncə mən bu məsələni əziz izləyicilər və bu dərsə qulaq asanlara qeyd etmək istərdim ki, ümumiyyətlə biz söhbətimizin əvvəlində də belə bir məsələni vurğulamışdıq ki, Allahı tanımaq müxtəlif sahələrdən biz Allahı tanıya bilərik. Allahın zatı və mahiyyətini tanımaq, Allahı sifətləri ilə tanımaq, Allahı feilləri ilə tanımaq. Yəni bu hardasa ağlın da dərk etdiyi bir məsələdir. Və qeyd etdik ki, Allahın zatı və mahiyyətini tanımaq insan qüdrətində deyil. Necə ki, Quranda da Allah Teala buyurur ki, və la yuhituna bihi ilmən. Allahı siz elmcə, öz əqli çərçivənizlə əhatə edə bilməzsiniz. Yəni Allahı tanımaq, Allahın mahiyyət və zatını, keyfiyyətini tanımaq ümumiyyətlə mümkün deyil. Bu səbəbdən Allahı biz iki yolla tanıya bilərik. Ya feilləri vasitəsilə, ya sifətləri vasitəsilə. Ona görə əhəmiyyət daşıyan bəhs də məhz sifətdə tövhid, ümumiyyətlə Allahın sifətləri mövzusu və sifətdə tövhidin düzgün anlayışı Allahı düzgün tanımağa hidayət edir. Allahı düzgün mərifətə hidayət edir. Ona görə biz bu məsələdə diqqətli olmalıyıq ki, Allahın sifətləri haqqında necə bəhs edək. Bu cəhətdən birinci məsələni qeyd edirik ki, Allahın sifətləri ümumiyyətlə, necə ki, müşahidə edirsiniz, qeyd olunub. Birinci məsələ əhəmiyyətdə Allahın sifətlərinin vasitəli elmin idrak obyektidir. Biz Allahın sifətlərini vasitəli elmlə dərk edə bilirik. Çünki bunu da qeyd edim ki, elm özü iki cürdür. Vasitəli elm var, vasitəsiz elm var. Vasitəsiz elm ümumiyyətlə, yəni subyektin obyekt daxilində mövcud olmasıdır. Bu, haradasa məntiqdə, fəlsəfədə bu məsələlər anlar. Mən geniş vaxt aparmaq istəmirəm, geniş vaxt tutmaq istəmirəm bu haqda. Sadə bir misalla qeyd edirəm ki, insan acılığı hiss edir, susuzluğu hiss edir, özünü dərk, bunlar vasitəsiz elmdir. Yəni, hər hansısa bir təsvir vasitəsilə deyil. Daxilən mən özümdə hər hansısa bir acılıq, susuzluq hiss edirəmsə, buna deyirlər, mən susuzluğu, acılığı vasitəsiz şəkildə hiss edirəm, dərk edirəm, özümdə tapıram. Amma vasitəli elm təsvir vasitəsilədir. Mən qarşıda olan bir şəxsə baxıramsa, onun əvvəl təsviri mənim zehnimə düşür və o təsvir vasitəsilə o insana elm tapıram. Buna da vasitəli elm deyirlər. Allahın sifətləri mövzusu da məhz vasitəli elm yolu ilə Allahı dərk etmə üsuludur. Bu, yəni bütün insanların imkanında olan bir məsələdir. Biz Allahı nə ilə tanıyırıq? Allahı qüdrəti ilə tanıyırıq. Allahı ruzi verməklə tanıyırıq. Allahı hidayətçi olmağı ilə tanıyırıq. Allahı elmi ilə tanıyırıq. Allahı həyatı ilə tanıyırıq. Biz hardasa bizə həmişə diqqəti ilə tanıyırıq. Yaradan Xaliq kimi tanıyırıq. Bu, diqqət etdi, görürük ki, bu növ tanımağa vasitəli elm. Yəni, daxilən bunu insan daxiləndə bunu hiss etməsə, amma təcrübə vasitəsilə və Allahın sifətlərini dərk vasitəsilə nəticə alır ki, bir fövqəl güc, fövqəl elm, fövqəl varlıq mövcuddur ki, bütün insanlara nazirdir və bütün insanlara hakimdir. Bəs birinci əhəmiyyət ümumiyyətlə bundan ibarətdir ki, insan vasitəli, yəni Allahın sifətləri vasitəli elmin idrak obyektidir. Hər bir kəs sifətlər haqqında hər hansısa bir nailiyyət, düşüncə əldə edə bilər, Allahı tanıya bilər. Daha çox mən vaxt almaq istəmirəm. Amma ikinci məsələ tarixdə olan əhəmiyyətidir. Yəni, biz ümumiyyətlə İslam tarixinə diqqət etsək, bu məsələnin nə qədər böyük əhəmiyyət daşıdığını görərik. Mən qısa bir tarixə baxış keçirim və bu tarixə baxış hardasa məsələni bizim üçün açıqlayacaq. Biz Peyğəmbərdən sonra ümumiyyətlə baxırıq ki, müxtəlif əqidələrin meydana gəlməsi ilə üzləşirik. Peyğəmbər dünyadan gedir və Peyğəmbər dünyadan gedəndən sonra müxtəlif ideyalar, ideologiyalar, əqidə, siyasi ideologiyalar, siyasi
təfəkkürlər, cərəyanlar və ya ideoloji təfəkkürlər meydana gəlir. Bunlardan ən əsası ilk İslam tarixinin ilk vaxtlarından, Hicri qəmərinin birinci əsrlərindən biz diqqət etsək görərik ki, 3 əsas təfəkkür meydana gəlir. Xəvaric, mürciə və mötəzilə təfəkkürüdür. Xəvaric, xaricilər, mən bu haqda daha tək-tək istəmirəm. Yəni, vaxtların bu firqələr və məzhəblər elminin mövzusundan ibarətdir. Amma bizə lazım olan qədər istərdim ki, əziz dinləyicilər və bu dərsi izləyənlər üçün lazımdır ki, bu tarixi əldə etsinlər və bu tarixə bir baxış keçirdək ki, nə kimi seyir və nə kimi fikir seyri, fikir hərəkəti bu sahədə mövcud olub. Xaricilər təfəkkürü, mürciə, yəni hardasa ümid edənlər və mötəzilə, yəni kənara çəkilənlər. Bu üç təfəkkür meydana gəlir Peyğəmbər vəfat etdikdən sonra. Və bu üç təfəkkür də hardasa 3 əsas metodla irəli gedir. Yəni, 3 əsas metodla öz təfəkkürlərini möhkəmlədirlər. Bu 3 metod və üslub nələrdən ibarət idi? Əhl-i hədis metodu və yenə də mötəzililik və əşərilik. Bu 3 hardasa cərəyan da, cərəyan olmamışdan öncə bir yol və xəvaric, mötəzililik və mürciə təfəkkürünü aparan yollardan ibarətdir ki, sonradan özləri cərəyan və təfəkkürə çevrildilər. Əhl-i hədis məktəbi hardasa tamamilə Qur'ana söykənir, ancaq onların təfəkkürünə görə biz hər bir şeyi Qur'anla həll etməliyik, Qur'andan kənar heç nə qəbul deyil və mötəzillik təfəkkür rasional bir təfəkkür idi, əqli təfəkkür idi, yəni biz ağıl vasitəsilə məsələləri həll etməliyik. Əl-əqlu qəblə vurudis-səm, mötəzillikin belə bir şüarı var idi ki, ağıl nəqildən, yazıdan, kitabətdən öncədir, insan ağlı ilə həll etməlidir, sonra kitaba müraciət etməlidir. Bu da rasionalist bir təfəkkür idi, cərəyan idi və əşərilik də iddiasına görə, əşərilik də bu iki məktəbin bir yerdə toplanması idi. Yəni, bu iki məktəbi bir yerdə toplayırdı. Öz iddiasına görə ki, nə əhl-i hədis təfəkkürü və nə hardasa mötəzillik təfəkkürü nəticə etibarilə əhl-i hədis təfəkkürünün bir növ təzahürü idi sonralar tarixdə. Ona görə mən bunları qeyd edirəm ki, bu mütləq bizim fikrimizdə olmalıdır ki, bu cərəyan, yəni tarixi cərəyanlarda bu məsələlər çox əhəmiyyət daşıyır və buna diqqət etməliyik ki, bunların da əsasında biz mürciə təfəkkürü iki hissəyə bölünürdü. Ya insan rəftarını insan ixtiyar və iradəsinə əsaslandırırdı və ya insan rəftarını cəbr ilə təfsir edirdi ki, insan məcburdur, heç bir ixtiyara sahib deyil. Bunlar da tarixdə ilk rüşeymləri hardasa biz diqqət etsək, Cəhm ibn Səffan, yəni cəbr təfəkkürü, Cəhm ibn Səffan ki, 128-də vəfat etmişdi və Cəd ibn Dirhəm 124-cü ildə vəfat etmişdi, Hicri qəməri ilə deyirəm mən bu tarixləri. Bu Cəhm ibn Səffan və Cəd ibn Dirhəm cəbr təfəkkürünü icad meydana gətirdilər. Və bu şəxslərin ardıcılları cəbrilər, yəni insan rəftarında məcburdur deyə qəbul edirdilər. Və amma digər bir mürciə təfəkkürü mövcud idi ki, onlar da insan rəftarını iradəsi ilə təfsir edirdi. Onlar da qədəriyyə adlanırdılar. Qədəriyyə, yəni insanın azad olması, iradəsinin öz ixtiyarına buraxılması və bu təfəkkür də Məbəd Cühəni ki, Hicri qəmərinin 80-cı ilində dünyadan getmişdir və Qeylan Dəməşqi vasitəsilə meydana gəlir. Yəni, iki əsas təfəkkür meydanda mövcud idi. Ya cəbrilər, ya qədərilər, yəni insanı məcbur bilənlər və insanı ixtiyar sahibi bilənlər və sonralar bu təfəkkür mürciənin cəbri və qədəri mürciənin təfəkkürü mötəzililik, əhl-i hədis və əşərilik cərəyanı ilə əvəz edildi. Bu, İslam tarixində 2-ci əsr və sonradan da 4-cü, 2-ci əsrdə əhl-i hədis.
və Mötəzililik təfəkkürü meydana gəldi və 4-cü əsrdə Əşərilik təfəkkürü meydana gəldi. Yəni hardasa Cəbrilik və Qədərilik Əhl-i Hədis, Mötəzililik və Əşərilik təfəkkürü ilə əvəz edildi. Əhl-i Hədis ümumiyyətlə bunu qeyd edim ki, bu da Əhl-i Hədis təfəkkürü tamamilə hüquqi bir, fiqhi və hüquqi bir cərəyan idi ki, İraqda Əbu Hənifənin vasitəsilə meydana gəldi və Əbu Hənifə də vəfatı Hicri qəmərinin 150-ci ilinə təsadüf edir və Hicazda 3 şəxsiyyətlə Malik ibn Ənəs vəfatı 179-cu ildə və Məhəmməd ibn İdris Şafii 204-cü ildə və Əhməd ibn Həmbəl 203-cü ildə vəfat etmişdilər. Hicazda bu 3 şəxs vasitəsilə, İraqda qeyd etdiyim kimi Məhəmməd ibn Əbu Hənifənin vasitəsilə meydana gəlir. Bu, Əhl-i Hədis təfəkkürü tamamilə hüquqi və fiqhi bir cərəyan idi və bu cərəyan da Allahın sifətləri haqqında böyük təsirə malik idi. Mən indi qeyd edəcəm qısa, yenə konkret olaraq. Və ikinci cərəyan Mötəzililik cərəyanı idi. Bunların hamısı, mən vəfat tarixlərini qeyd edirəm ki, onların yaranma vaxtında biz dərk edək. Yəni, baxırıq, görürük ki, demək olar ki, bir təfəkkür, bir cərəyan kimi hardasa 2-ci əsrdən bu təfəkkürlər meydana gəlir. Əhl-i Hədis və Mötəzililik vasitəsilə və sonra 4-cü əsrdə Əşərilik vasitəsilə. Mötəzililik təfəkkürü tamamilə əksinə Mötəzililik təfəkkürü qeyd etdiyim kimi tam rasional bir təfəkkür idi və Vasil ibn Əta vasitəsilə, Vasil ibn Əta ki, Mötəzililərin qabaqcılı, yəni qabaqda gedəni və həmçinin Əşərilik təfəkkürü meydana gəlir ki, biz Əşərilik təfəkkürdə Əbu Musa Əşəri vasitəsilə öz məktəbini təsbit edir. Yaxşı, mən bunları qeyd etdim. Bir məqsəd var ki, o məqsədə görə mən bu məsələni qeyd etdim. O da ilahi sifətlər haqqında məsələ idi və qeyd etdiyim kimi mən istərdim ki, çünki Vasil ibn Əta haqqında bir məsələyə vurğulamaq istəyirəm. Ona görə istərdim onun da hardasa vəfatı haqqında ki, burada qeyd etmişəm, onu əziz dinləyicilərə çatdırım. Onu çox əsaslı və önəmlidir, yəni bu tarixlər. Ona görə mən bu məsələdə diqqət edirəm. Qeyd etdiyim kimi, Vasil ibn Əta 80-cı ildə dünyaya gəlib və 131-ci ildə də dünyasını dəyişir və yenə də tarix etibarilə 2-ci əsrə təsadüf edir bu məsələ. Daha sonra Vasil ibn Əta hardasa qeyd etdiyim kimi ümumiyyətlə sifətlər mövzusunda sonradan Əşərilik məktəbi meydana gələndə Əşərilik məktəbi də Əbu Musa Əşəri vasitəsilə və ya üzr istəyirəm, bəli, Əşəri şəxsiyyəti ilə Bəli, Əbul-Həsən Əşəri şəxsiyyəti ilə Əşərilik təfəkkürü hardasa 4-cü əsrdə meydana gəlir və bu təfəkkürə görə ümumiyyətlə nə Əhl-i Hədis və nə Mötəzililik qəbul edilmir. Bunların təfəkkürü nədən ibarət idi? Sifətlər mövzusunda bunlar böyük ixtilafa səbəb olmuşdular. Ümumiyyətlə, məsələ bundan ibarət idi ki, Quranda xəbəri sifətlər, yəni Quran və rəvayətlərdə Allah üçün qeyd olunan tövsiflər və sifətlər. Biz bunları dərk edə bilərik, yoxsa yox? Bir qismi bu təfəkkürdədir ki, ümumiyyətlə Allahı insanlar kimi biz vəsf etməliyik. Allahın sifətləri, Allah tamamilə insan sifətləri ilə, insanda olan sifətlər Allahda da mövcuddur. Bunlar mücəssəmə adı ilə
hallanırdı. Yəni Allahı tamamilə insaniləşdirirdilər ki, antropomorfizm əqidəsi də bu məsələyə deyilir. Və ikinci məsələ bundan ibarət idi ki, mötəzillik təfəkkürü qeyd edirdi ki, yox, biz ümumiyyətlə Allahın sifətləri haqqında heç bir söhbət edə bilmərik və bunu dərk edə bilmərik. Əgər biz söhbət etmək istəsək, biz Allahı səlbi sifətləri ilə mənalandıra bilərik. Bu haqda söhbət edəcəyik. Bu da agnostisizm təfəkkürü idi və amma əşəri təfəkkürü ümumiyyətlə sonradan ki meydana gəldi, bu haqda tamamilə fərqli bir nəzəriyyə ortaya qoydu ki, öz iddiasına, bayaq qeyd etdiyim kimi, öz iddiasına görə əşəri təfəkkürü bu inancda idi ki, mən əhl-hədis və mötəzillik təfəkkürünü bir yerə toplayıram. Amma görürük ki, tövhid anlayışında başqa bir nəticə ilə üzləşirlər. Yəni, biz sifətdə tövhid və feildə tövhidi açıqladıqdan sonra orada da nümunələrini qeyd edəcək. Görürük ki, mötəzillik təfəkkürü sifətdə tövhidin himayəçisi və əşərilik təfəkkürü feildə tövhidin himayəçisi kimi meydana gəlir. Feildə tövhidin himayəçisi kimi və tərəfdarı kimi meydana gəlir. Bu sonralar yenə də şərh etdikcə, açıqladıqca daha da öz izah olunacaq. Ona görə bu məsələnin əhəmiyyətini vurğulamaq istərdim ki, tarixdə nə kimi seyr və davamı olub bu məsələnin. Pəs Allahın sifətləri haqqında görürük ki, müxtəlif təfəkkürlər meydana gəlir və bu müxtəlif təfəkkürlər ilk öncədən mürciə, xaricilər və mötəzillik təfəkkürü ilə və sonradan mötəzillik, əhl-i hədis və əşəri təfəkkürü ilə əvəz olunur və əhl-i hədis, mötəzilə və əşərilik təfəkkürü də məhz ixtilafın ən əsas hissəsi Allahın sifətləri haqqında idi. Onların bir qismi ümumiyyətlə Allahın sifətləri haqqında bəhs etməyi caiz bilmirdi. Bir qismi ümumiyyətlə bəhs edir, amma Allahın sifətlərini Allahı tam insaniləşdirir, insanı bir səviyyədə görür, aşağılayır və digər bir qismi də hardasa sifətdə tövhid anlayışının yəni əks nəticə ilə üzləşir, sifətdə tövhid məsələsi ilə. Bəs bu məsələnin əhəmiyyəti idi ki, mən tarixi nöqteyi nəzərdən istədim ki, vurğulayım. Amma sifətlərin qismləri haqqında biz gələn söhbətimizdə inşallah bəhs edəcəyik ki, zati və sübuti sifətlər mövcuddur. Zati sifətlər Allahın zatını nəzərdə almaqla nəticə alınır və sübuti sifətlər kamil sifətlərin Allaha isnad verilməsi ilədir. Ki, gələn söhbətlərdə biz bunun nümunələrini də inşallah qeyd edəcəyik. Burada mən söhbətimi tamamlayıram və sonraki söhbətləri inşallah gələn bəhslərimizdə davam edəcək. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.